Xalq artisti Əminə Yusif qızının vida mərasimi acı bir həqiqəti üzə çıxardı. Dünyasını dəyişən mədəniyyət, incəsənət xadimləri ilə vida mərasimləri necə, harada təşkil edilməlidir? Bunun qaydası, mexanizmi necə olmalıdır? Vida vacibdirmi? Əgər bu olmalıdırsa, niyə bəzi adamlar üçün çox böyük zallarda, teatrda, mədəniyyət mərkəzlərində keçirilir? Başqaları son mənzilə ya evindən, ya da məsciddən yola salınırlar. Ümumiyyətlə, məsciddə vida mərasimi keçirmək doğrudurmu? Oradakı mərasimi vida saymaq olarmı? Azərbaycan mədəniyyətinə 10 illərlə xidmət etmiş, səhnənin, ekranın unudulmaz simalarından biri olmuş Əminə Yusif qızı ilə vida mərasiminin məsciddə keçirilməsi nə dini, nə mənəvi, nə də mədəni baxımdan doğru deyildi. Məscidlər ibadət yeridir. Orada dua oxunur, cənazə namazı qılınır, mərhumun ruhuna rəhmət dilənir. Məsciddə sənətkarla, müəllimlə, elm adamı ilə vida mərasimi keçirmək mərhumun sənətinə hörmətsizlik kimi görünür. Ən azından mən belə düşünürəm və bugün gördük ki, belə düşünən də tək mən deyiləm. İnsanların çoxu sosial mediada eyni narazılığı dilə gətirdi. Ömrünü səhnədə keçirmiş bir sənətkar səhnədən yola salınmalıydı. Bir halda ki, ölkədə onlarla teatr, mədəniyyət evi, kinoteatr və mədəniyyət mərkəzləri var. Nə üçün bir xalq artistinin son mənzilə yola salınacağı yer məscid olur? Burada problemin əsas mərkəzlərindən biri də Mədəniyyət Nazirliyidir. Bu hadisə bir daha göstərdi ki, nazirlik bu cür məsələlərdə hələ də sistemsiz mövqe nümayiş etdirir. Ötən gün günortadan bugün səhərə qədər xalq artisti ilə vida mərasiminin harada keçiriləcəyi ilə bağlı nazirliyin nümayəndələri ilə əlaqə saxlamağa çalışsaq da, heç kim vida mərasiminin harada keçiriləcəyinə dair məlumat verə bilmədi. Belə çıxır ki, xalq artisti dünyasını dəyişir, amma mədəniyyətin başında duran qurum bu hadisəyə laqeyd yanaşır. Nazirliyin əsas vəzifəsi yalnız konsert, festival və təltif mərasimləri təşkil etmək deyil. O həm də ölkənin sənətkarına dəyər vermək, onunla vidalaşmaq, mədəniyyətini formalaşdırmağı bacarmalıdır. Düşünürəm ki, artıq mədəniyyət xadimləri üçün ayrıca vida zalı, rəsmi vida mərkəzi yaradılmalıdır. Bu, sadəcə rahatlıq üçün deyil, sənətə hörmət üçün də vacib göstəricidir. Hər dəfə bir sənətkarı itirəndə harada vida mərasimi olacaq sualını düşünmək, bəlkə teatrda, bəlkə məsciddə, ya da hansısa mədəniyyət mərkəzində olacaq kimi tərəddüdlərlə yaşamaq biabırçılıqdır. Mədəniyyət nazirinin özü, muavinləri, idarə rəhbərləri, şöbə müdürləri olsa da, niyə hələ də bir incəsənət nümayəndəsi dünyasını dəyişəndə biz bu haqda ətraflı məlumat ala bilmirik? Rəsmi mail ünvanlarına da sorğu göndərdikdə aldığımız tək cavab məktubunuzu aldıq olur. Bütün bunları aradan qaldırmağın, bir üsulunu tapmağın vaxtı gəlib çatıb. Bu qədər illər ərzində neçə sənətkarımız dünyasını dəyişdi. Bəziləri yüksək səviyyədə son mənzilə yola salınsa da, bəziləri nə üçün səhnədən yola salınmadı? Bəziləri teatrda, bəziləri mədəniyyət mərkəzində, bəziləri isə təəssüf ki, məsciddə son mənzilə yola salındı. Məscid nə qədər müqəddəsdirsə, onun da öz qaydası, öz məqsədi var. Oranı vida zalına çevirmək nə dini, nə mənəvi, nə də estetik baxımdan düzgündür.